Bu gün Lənkəranın böyük bazarındayıq. Məncə Lənkəranı gözəl edən təkcə təbiəti deyil, həm də buranın zəhmətkeş, səmimi və şirin dilli insanlarıdır. Həmişə bu bazara gedəndə orada oturan xalalar ilə bir-iki kəlmə şirin söhbət edirəm. O qədər səmimi, mehribandırlar ki, insanın könlü açılır. Bu arada bazarda gəzərkən boranlıya oxşar meyvə və ya tərəvəz gördüm. Adını bilən varsa rəydə qeyd etsin. Doğma məkanım, səni hər kəs belə tanıyır. Xan Lənkəran, adın əzbərdə dilimdə. Xan Lənkəran, mənə doğmasan əziz.